Əjdər bəy, Rusiya ilə, İranla bağlı bunun hadisələrin gedişinin hal-hazırki proseslərə Azərbaycana, bölgəyə nə qədər təsir edə biləcəyi, oradakı soydaşlarımızın ümumi vəziyyəti, sizin bugünkü durumu müşahidə etməyiniz və gələcək proqnozlar indiki hala baxdıqda vəziyyət etibarilə nələr deməyə imkan verir? Bütün bunlara ətraflı və detallıca insanlarımıza, cəmiyyətimizə çatdıracağıq ki, onlar da bu hadisələrin hansı istiqamətə irəlilədiyindən və ən önəmlisi təbii ki, keçənliklərdən məlumatlı ola bilsinlər. İran mövzusuna keçid edəcəyik, amma Rusiya mediası, Rusiya kütləvi informasiya vasitələri, sosial şəbəkələri, deputatları və hakim Vahid Rusiya Partiyasının üzvləri Pyotr Tolstoy, ayrıca isə Aleksandr Tolmaçev və digərlər Azərbaycanı yenə də hədəf almağa çalışırlar və nəinki çalışırlar, artıq bunun üçün bəzi açıqlamalar da və çağrışlar da yayımlanır. Üzdə dostluq, hansısa bir münasibətlər görüntüsü yaratmağa çalışan Moskva, Lavrovla görüş, Ceyhun Bayramovun bir araya gəlməsi, amma yenə də Azərbaycan prezidentinin Almaniya səfərindən sonra bu qısqanclıq, kin-küdürət, nifrət özünü durmadan artdığı formada ifrat dərəcədə göstərir. Siz də görürsünüz bu proseslər, həm mediaturda müzakirələr, belə deyək, canlı yayımda, studiyamızda iştirak edən qonaqlarla və bağlantılarla bu məsələləri gündəmdə saxlayırıq. Rusiya indiki məqamda Azərbaycan üzərinə gəlməklə, təzyiq etməklə, bu cür böhranın və dəhşətli hadisələrin içində olduğu halda əslində nəyi göstərməyə çalışacaq, nəyə nail ola bilər və Rusiyanın bu məntiqsiz addımların arxasında hansı, belə deyək ki, məqsədlər və niyyətlər yatır sizcə? Təşəkkür edirəm bəy. Yəni, əslində belədir ki, Rus erası bitibdir. Yəni, Sovet İttifaqı dağılandan sonra Ruslar çörəyə möhtac olmuşdular. Hətta bəzi günlərdə deyilirdi ki, neçə həftəlik buğdaları qalıbdı və Rusiya pis gündə idi və Rusiyanın içində özünün o qarşı durmalar, Ağ evin içində demək ki, Kremlində qarşı durmalar, o zaman demək ki, Çeçenlərin bir dəstəsi ilə bunların və Yeltsin dönəmində, Yeltsin də demək ki, sapını çıxartmışdı, hər yanda öz keyfində idi. Və ondan sonra da Putini də Batı dünyası bastı bağrına, istər ki, balaca Bush olsa, ondan ya demək ki, Amerikadakı gələn yönetimdə olanlar bağrına bastılar ki, elə bil ki, bir dənə gənc demokrasi doğubdur Rusiyada və bu da demək ki, böyük oğlan olacaq, Rusiya demokratikləşəcək ondan sonra, amma Rusiya həm o pis günlərində, həm də ondan sonraki günlərdə bizə qarşı, Türk dünyasına özellikle Azərbaycana qarşı Qafqazlarda həm demək ki, Azərbaycanı da, Tacikistanı da, sonra demək ki, Gürcüstanı da və ən böyük cinayəti də demək ki, özləri çağırdılar. Bir zaman Lebedi göndərdilər, General Lebedi. Onda bir zaman o da Ağ evin orada Kremlinin demək ki, göz bəbəyi olmuşdu Lebed. Ay Çeçenlərlə danışaq, ondan razılıq əldə olunsun filan. Amma nə elədilər? Elə Bismillahında Putin gəldi, Çeçen millətinin üstünə çöktü və 150 min Çeçeni öldürdü. Başqa yerlərdə də demək olar ki, yeni bağımsızlığını əldə edən dövlətlərin hamısında, istər Baltikani ölkələrdə olsun, istər ki, demək ki, Qazaxıstanda və başqa ölkələrdə, Tacikistanda da elə eyni oyunları çıxardı, əldə çəkmirdi. Yəni, çıxmırdı buradan, bu ölkələrdən də, ordusunu çıxartmırdı, elə sərhədləri mən qoruyacağım. Yəni, o zamanda çıxıb demək ki, biz sənin əlindən istəyir canımızı götürək, çıxaq, gedək, sən nəyisə əl çəkdə və Azərbaycandan da bizim dövlətimiz, Əbülfəz Elçibəy başda olmaqla, Prezident İlham Əliyev də davam etdirənşən və Heydər Əliyev də, demək ki, bunlar bizim dövlətimizi mən deyirəm, dövlət söhbəti gedir. Yəni, indiki durduğumuz da daddır. Rusu buradan çıxartdı bizim demək ki, dövlətimiz, millətimiz və ordumuz çıxardı. Bunu dəfələrlə bu tribundan da demişəm ki, yenə də deyirəm. Ay kimsələr çıxıb deyir ki, demək ki, biz qutardıq, hansı mallacığaz demək ki, qutardı bizi erməninin əlindən, hansı kimsə gəldi, elə deyil. Bizim millətimiz, bizim dövlətimiz, bizim ordumuz, bizim demək ki, 200 ildən sonra demək, Rusu buradan çıxardıbdır. Biz erməni çıxartmışdıq, dolayısıyla Rusu çıxartmışıq burada. Və siyasətlə, bizim dövlətimiz siyasəti ilə, pulu ilə, gücü ilə, ordusu ilə çıxartdı buradan, savaşdı millətimiz, şəhid verir millətimiz. Millətimiz ən az hələ bu dönəmdə, 30 il aşlamışdılar ki, ay, erməni gəlir, bu erməni, bu çocuğun, bu şıltaq uşağın yiyəsi kimdir, Rusdur. Batı dünyası da əlindən gələn qədəri bu erməni dəstəklədi. Axıra kimin də dəstəklədilər. Axıra kimin.
Ona görə də və əməldə də gördülər ki, indi biz oturmamışıq ki, bizim dövlətimiz, Azərbaycan dövlətinin kimsəyə borcu yoxdur. Ay onu razı sal, ay bunu razı sal. Elə bizim bu türklük məsələsində də. Türk deyəcəyin hamının qarnında sancı dolur. Deyəcəksən, o türk demə də, başqa şeylər var, onlar olsa demə, deyəcəksən, qarnında niyə sancı dolur? Mənim türklüyümün sənə qarşı nə təhlükəsi var, əgər sənin özünün içində demək ki, murdarlıq yoxdursa. Ona görə də Azərbaycan dövləti, mənim varlığım kimə nə çətinliyi var? Əməldə də göründü ki, Azərbaycan dövləti qalib gəldi, erməni burada yaşayır. Yaşayır, çox da rahat yaşayır. Amma ermənin özündə hər zaman demək ki, bunlarda aşlamışlar. Ya Rusun qapısına get, ya demək ki, bu Fars dövlətinin və bu mallacığazların qapısına. Gördünüz də, əməldə də axıraşımını görsənir. Amma bugün Rusiyada, Rusiya erası bitib. Necə ki, burada Farsın irticası, Fars dövlətçiliginin də erası bitibdir. Bunların demək ki, başını çəkirdi. Demək ki, ay Rusiya burada belə görürdü ki, bura Çindir, ondan Kuzey Koreyadır, hamımız yığılacaq bir yerdə və demək ki, bu Qafqazda olan ölkələri də mən Rus, bin də belə hənsi bir hava əsdirdilər. Amma Xi Jinping də demək ki, o çağırdı ora bu Kuzey Koreyanın başçısını ki, otur yığış otur yerində. Bir zaman bildə doldurdular medianı, ay Kuzey Koreya əskər göndərir. Əskər göndərdi, nə oldu? Ki, nə deyilsə olmasa bu adamlar Ruslardan orada ölüb eləyəndə, çoğu da Türkdür, Türk əsillidir. Ölüb eləyəndə adı sıfır. O Kuzeydən gələnlər, Kuzey Koreyadan gələnlər, orada Ukraynada öldülər, məhv oldular, adsız sansız. Bəzilərini tutdular gözlə, amma gəldilər, necə gəlmişdi, o cürdə getdilər. Amma Çin də yığışdırdı o Kuzey Koreyanı, bura bax, qatılma bu işə, bu Putinin bu zibilinə qatılma. Biz də qatılmırıq, qatılmırlar. Bilirlər ki, xeyirləri orada dəyir. Və bu günləri bunların erası bitir. Rus milləti bu günləri özünü, o istəyini ifadə edə bilmir. Yəni bir baskı, ay savaşa qarşı danışma yoxsa, bir il danışmadı bu millət. 2 il, 3 il, neçə il danışmayacaq. Dilini kəsibsən. İndi Rusiyada. Baxmayaraq ki, sayları azıb, amma əsarəti alınır. Adamlar Rusiyanın deyək, şimdi özündə Rusun bu 90 milyon, 80 milyon özləridir, qalıbdır. Amma hər halda bunlar da bir fikir sahibidir. Bunlar da bir millətdirlər. Bunlar da istəyirlər ki, necə ki, Sovet dağılandan sonra bunlar demək ki, maraq görsətdilər ki, dünya ilə qaynayıb qatışsınlar elə. Onda demək ki, əsas o zat var ki, o mekanizmlar qoyulmadı, sıxdı orduya. Amma bu günləri bu Rus milləti görür ki, nə vaxta kimi? Biz Amerika ilə savaşacağız, yox, Batı dünya ilə savaşacağız, yox, gəlişmiş dünya ilə savaşır. Çin ilə savaşda deyil. Bir dəfə istəyirdi, Sovet dönəmində savaşacağız. Gəldi burada yandırdı, dağıtdı, qutardı, Mensuru da getdi filandı. Gedin Kuzey Koreya ilə savaşın. Niyə siz demək ki, gəlişmiş demək ki, dünya ilə və demokrasi ilə savaşırsınız? Hələ bəs görmüş kimi ki, bugün Ukraynada. Təəssüf olsun ki, bəzi yerlərdə, bizdə də var bəzi yerində, Azərbaycanın kuzeyində də o Tehran rejimi də heç, onlar bədbaxtdır. Belə də göstərirlər ki, Moskva vurdu, elə 4 il, 5 ilə yaxın, 4 il yarımdır. Ay, Moskva getdi qabağa, Donetsk getdi, Luhansk tutdu, keçdilər Krimə, filanı dedi, dayanır, elə deyir. Elə olsa, gərək bu günləri demək ki, orada, yəni, Ukrayna gəldi, bir yerə çıxdı, heç olmadı, yaxşı, gəl dəyişək. Gətir burada, əsirləri dəyişək. Gətirirlər, demək ki, özününkini alır və Ukraynada gördü, millət gördü, ordu gördü, əskərlər gördü, mən əsir tutsam, məni qaytaracaq, alacaq, vətənə qəhrəman kimi qaytaracaq. Və görürsünüz da, elə demək, hər 6 aydan, 5 aydan bir Rusun canı camtayda və bunu qaytarır, özü də açıq. Məsələ budur, Ukraynada, bu son həftələrdə də gördünüz, Ukraynada şaka bir dövlət deyil. Yəni, bunun industrisi, bunun demək ki, silahı tükətmə, ondan sonra silah demək ki, dünya dəyişilib də. Deyək ki, 10 minlərcə biz demək ki, PUA, 10 minlərdə demək ki, bu uçaqları, sürücüsü uçaqları göndərir Moskvanın göbəyinə kimi. Kim inanırdı ki, demək, bir dəfə gəlib uçdular, bir 2 il bundan qabaq, Ukrayna o sürücüsü uçaqlar, Moskvanın üstünə keçdilər. Onda hələ bilmirdilər nə olur. İndi nə olubdur? Cənab Zelenski deyir ki, biz demək ki, uzaq yerlərəcə vıra bilərik. Və vırır. Bu günləri Rusiyada benzin və səlyarqa, qazol iladı vardı. Və yeyinti materialları məsələsi vardı. Amma bunlar görürsən də, bəyət da siz də söylədiniz. Tehran rejimi ilə yine qanat-qanata uçurlar. Yəni, bölgədə bir kaosu saxlamaq istəyirlər. Ondan sonra terrori, ondan sonra erməni qurtlar eləsən, niyə geri oturursan? Sən niyə Azərbaycandan demək ki, bu Zəngəzur məsələsini həll eləməkdəsən? Sən niyə belə Avropalılarla əl-ələsən? Orada bir məsələni də siz söylədiniz. Azərbaycan prezidentinin bu dəfə lap hədəfə vurubdur. Hədəfə vurub özdə dada düşdü yerinə. Yəni Rusiya gizli, murdar əməllərini əl çəkmir. Azərbaycan prezidenti açıq dedi. Biz Reuter'dən bildik ki, bunlar bizim məmləkətdə gəlib görüş aparıblar. Axı Almaniya, sən bu işə niyə əl atıbsan? Əgər Ukrayna məsələdirsə, barışa bir yardımda bulunacaqsınızsa, yaxşı.
Amma demək ki, bunlar gələr Rusiyadan, gizlində, sizdən də, bizdə bir barışıq adamda görüşələr. Bizdən gizli, niyə bizdə? Açıq deyirdiniz, bizdə deyəcək. Əvvəldən də Azərbaycan dövləti deyib ki, gəlin bizdə görüş olsun, Putin, Zelenski. Amma bu günləri Rusiyanın durumu ağırdır. Demək ki, Lahansı istəyirdi, ondan sonra şəhərləri istəyirdi və istəyirdi, özü də deyirdi Trumpa. Al ver mənə, sən al, day gətir, day sən buranı yaduzladı da. Trumpa da belə zad edirlər ki, Trump da qalmışdı ki, dilindən düşmüşdü da təliyə. Deyir ki, axı demişdi, 24 saata bütün mənim sözümə qulaq asacaq, filan deyir, bu da dövlətdir, bu Rusdur, bu zarafat deyir. Bunun gücü çatanda məhv eləyər. Bu günlərisi bəyək də söyləyəcək, ön gün Lavrov görüşəndə bizim Xarici İşlər Naziri, onun baxırsan mimikasına, hərəkətinə, deyir, bu adam mən başqa kəlmə işlətməyim. Bu adam elə tutduğunu tutub əvvəldən deyir, Azərbaycan münasibətdə. Elə baxanda mimikalara, siyasətçilər, necə, bunlar hansı adladılar. Yaxşı, sonra nə olur? Sonrasından yenə görürsən ki, onların içindən, hətta 90-cı illərdən sonra da Azərbaycanda hər fitnə yaradırdılar. Bunun Kremlinin başının xəbəri yok. Bu da demək ki, hansı generalın işidir, hansı filankəsin işidir, deyən görəcək. Elə deyir. Bunlar hamısı hesab olunub deyil. Kim geçsin qabağa, kim oyunu aparsın, kim silahı versin, kim neynəsin. Ona görə də bu günləri gün keçdikdir. Dünya çox kiçilir. Hər şeydə demək ki, tez açılır üstü. Saatlar içində baxıb görürsən ki, məsələn, üstü açıldı. Rusiyada bu günləri, keçən həftə Ukrayna qarışır, müdafiə nazirini istifaya göndərir Cənab Zelenski. Cənab Zelenski də görür, yaxşı, bu sən Rus gətiribsən bura, rüşvətxorluğu, korrupsiyanı sən gətiribsən. Sovet İttifaqının tərkibini, hətta Çar dönəmindən rüşvətxorluğu, korrupsiyanı siz gətiribsiniz bu dövlət sisteminin içinə. Və demək ki, Ukraynada təhsil ölkələrdəndir ki, içini təmizlədi, amma ta yekə figurlar var idi. Ta demək ki, əsas o sözcüsünün biri ki, Amerikaya son dəfə sözcü danışığa getmişdi. Bəlli oldu ki, Zelenskinin sağ əlidir, adamın əli korrupsiyada, rüşvətxorluğu, getdi məhkəməyə, məhkum da oldu. Sağ əl edib adında Zelenskini və bu dəfə də Müdafiə Nazirinə bir dənə orada çəkişmə yaratdılar ki, Ukraynanın özündə demək ki, hamı da gözləyir, Rusiya da gözləyirdi ki, Müdafiə Nazirinin getməsi ilə ay-day Ukrayna qarışdı, demək ki, hər yanda medianı doldurdular və gözəllici də buradadır ki, haqlı savaşan bir millət, ədalət uğrunda, demokrasi uğrunda, azadlıq uğrunda, vətəni uğrunda savaşırsa bir millət, o tez yaranı tapır, nöqtəni tapır. Tezliksə də keçən həftə içində dünənlər gördünüz ki, qutardılar, Müdafiə Naziri düz idi, haqlı da mücadilə yürüdür, gəldi işinə. Rusun bütün qurduğu oyunlar və indi yapışıb Türkiyədən. Qaradənizdə, Türkiyə onu eləyəcək. Türkiyə sənə icazə verməyəcək ki, Qaradənizdə, Azov dənizində və bir də bir məsələ var. Türkiyə bir şeydən qaça bilməz. O da Kremdir. Krimdə demək ki, sən orada Krimdə Türk torpağıdır bura. Sən orada gələcəksən, keçirdəcəksən öz adua, oradan da Qaradənizə, oradan da Türkiyənin üstünə qonacaqsan, o cür olmayacaq. Gedişat sənin xeyrinə deyil və Ankara görüşü də, Ankarada NATO'nun görüşü də Türkiyənin özünə də çox şeylər demək ki, aydınlaşdı. Yəni bu günlər Rusiya ilə hər şey Rusiya əlində tutmuşdu. Yaxşı, neft məndə, petrol məndə, qaz da məndə, verməsiz Avropasızı qıracaq. Qıramayacaq. Amma bir şey də söyleyeyim ki, yəni prezidentin Almaniyanın görüşü bu günləri açığı deyək də, açığı. Avropanın ağası Almaniyadır. Para Almaniyada, orada da gün keçdikcə güclənir, istəsər ordu məsələsində və von der Leyen xanım Avropanın başı Almandır. Və Almaniyanın özünün ki, keçdikcə Ukrayna ilə məsələdə və çeşitli məsələlərdə, hətta bu günləri İran adlanan yerdəki çeşitli məsələlərdə Tehran rejimi də o qədər ağıllıdır ki, ağıllında çörəyin yeyir. Açırda lista qoyur, listada da yazır ki, Trump'ı da öldürəcək, Amerikanın demək o baş nazirini də öldürəcək, adamlar da sadalayır, listlərini də buraxır çölədə, elə bəzəf gözəl iş görürsən, elə, yaxşı iş görürsən. Buyuruz. Bəli.